Birçok insanlara deyəndə ki, ahiret var, cennet cehennem var, qəbirdə hesab var. Deyirlər ki, qəbirdən kim qalxıb gəlir? Hemen o insanlar unutmasınlar ki, ölüm mələyi gəlib onların canlarına çökəndə həmin o sözü çox hatırlayacaqlar. Və ey Rabbim bizə möhlət ver, sənə inanaq, tövbə eləyək, 2 rəkat namaz qılıb sənə səcdə eləyək deyə bizə ömür ver deyəcək. Amma Allah Teala deyəcək ki, sizə əsla bir də ömür verməyəcəm. Allah tərəfindən göndərilən mələkləri gördüyü zaman istəsə də istəməsə də o insan Allahın varlığına artıq iman eləyir. Amma ruh çıxmağa başladısa tövbəsi də o insanın Allah katında qəbul deyil. Muhammed Peygamberin sallallahu aleyhi ve sellem'in dövründə öldükten sonra dirilmeye inanmayan adamların biri çürümüş bir sümüğü getirir, der ki bu çürümüş bir sümük mü təzdən adam olacak? Allah Kur'an-ı Kerim'de Yasin surasında buyurur. Bu sümüğü kim dirildecek? Vahiye ramim, çürüyenden torpak olandan sonra Allah Teala buyurur ki قُلْ يُحْيِيهَا الَّذ۪ي اَنْشَأَهَا اَوَّلَ مَرَّةً وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٍ. Sen onlara de ki ey Muhammed, o sümüğü əslində kim yoktan var etdiysə, o sümük olmuşu tekrar diriltmeye de qadirdir.